Uşaqlar, indi 27-ci unitin ikinci hissəsinə çəkirəm videonu. Burada kiçik-kiçik tekstlərdir. Biz onlara cavab tapmalıyıq. Edəcəyimiz şey oxuyub başa düşməkdir ki, burada nədən bəhs edir. Şərt deyil bütün sözləri bir-bir əzbər bilək. Amma ümumi mənanı tutmalıyıq biz burada. Nə deyir? Əziz şahmat klubunun üzvləri, biz dəvət edirik sizi həftəlik şahmat sessiyalarına. It's not about being a grandmaster. Burada yəni usta olmaqdan söhbət getmir. Sadəcə oyundan zövq almaq lazımdır. Yəni xoş vaxt keçirmək üçün həftəlik şahmat sessiyaları təşkil edirlər. Only upper levels. Sadəcə yüksək level, yəni yuxarı səviyyəli oyunçuları qəbul edirlər. Aşağı, orta bilənləri qəbul eləmirlər. Hər şənbə saat 2-də olacaqdır. 2 p.m. günorta saat 2-dir. Best regards, Miss Johnson. Deməli, any member of school, xeyr, istənilən üzvü qəbul etmirlər. Sadəcə upper level qəbul edirlər. Beginners are especially encouraged. No. Deyir, başlanğıc səviyyədəkiləri xüsusilə həvəsləndirirlər. Xeyr, başlanğıc səviyyədəkilər qəbul etmirlər. The club organizes tournaments every month. Every month yox, every week. Klub bu belə deyim də, turnament nədir? Yarışma, belə turniri hər ay yox, hər həftə təşkil edir. Only expert players are encouraged to attend. Bəli, sadəcə expert playerlər, yəni upper level playerlər qəbul olunur. The chess sessions will continue until midnight. Gecə yarısına qədər davam edəcək. Belə bir məlumat verilməmiş tekstdə. Cavabımız B olacaq. Salam, Alex. İtaliyanın dadını seçdiyin üçün təşəkkür edirəm. Dünən gecə. Əgər hər hansı bir xüsusi şey varsa sənin səfərinlə bağlı, zəhmət olmasa bizimlə paylaş. Biz nə isə, belə deyim də, biz inkişaf etdirməyə çalışırıq. Yəni bir geri dönüşün varsa, xoş irad və təklifini soruşur. Sofia Alexdən irad və təklif soruşur. Deməli, Taste of Italy yəqin ki, restoranın adıdır. Alex də ora gedibdir. Burada da deyir ki, nəsə səfərinlə bağlı, nəsə dəyişmək istədiyi, xoşuna gəlməyən bir təklifin, iradın varsa bizə bildir. Sofia Taste of Italy'də dadlı nahar yeyibdi. Yox. Sofia yemirdi. Alex yemişdi. Alex is considering trying out. Alex deyir, Taste of Italy'ni yoxlamağı fikirləşir. Fikirləşmir, artıq yoxlayıbdı. Dünən gecə gedibdi. Sofia expressed her gratitude to Alex for his selection. Bəli, Sofia Alexə seçimi üçün minnətdarlıq bildirir. Cavab budur. Alex encourages Sofia to share her thoughts. No. Alex Sofiyanı həvəsləndirmir, yəni fikrini paylaşmağı istəmir. Əksinə Sofia istəyir Alexdən ki, fikrini paylaşsın. Bu səhvdir. Alex never goes to Italian restaurants. Yox. Alex deyir ki, heç vaxt İtalyan restoranına getmir. Axı biz bildik ki, o dünən gecə gedib. Bu variantda səhvdir. Mənim variantım C olacaq. Sarah studies at 11th grade. Sarah 11-də oxuyur, 11-ci sinifdə. O universitet imtahanını qəbul olmaq üçün, keçmək üçün çox çalışır. Onun imtahanı bu il olacaq. Bu il olacaq imtahanı keçmək üçün çox çalışır. Sarah never was a hard-working student. Sarah deyir ki, heç vaxt çalışqan tələbə olmayıbdı, səhvdir. She works hard. O çox çalışır. Sarah will be an 11th grade. Deyir ki, Sarah 3 il sonra 11-ci sinif olacaq. Səhvdir, Sarah indi 11-ci sinifdir. Sarah həmişə dərslərinə gecikir. Bizə belə bir informasiya verməyibdi. Sarah çalışqandır və imtahanı keçməyi çox istəyir. Bəli, ona görə də çox çalışır. The university exam is cancelled and will be held next year. Deyir ki, universitet imtahanı ləğv olundu və gələn il keçiriləcək. Səhvdir. Belə bir informasiya vermir. Deyir ki, bu il olacaq.